Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hər bir insanın daxilində həsəd hissi vardır. Sadəcə olaraq daxilimizdəki o həsəd hissinin üzə çıxması üçün o məqam yetişməyib ki, bizi o həsəd hissini görə bilək. Hər bir insan öz nəfsini cılovlamalıdır. Hər bir insanın borcudur ki, öz nəfsini tərbiyə etsin. Allah-u Teala Qur'an-ı Kərim Şəms surəsinin 9-cu ayəsində buyurur ki, nəfsini təkamülləşdirən, nəfsini paklayan kəs nicat tapmışdır. Və Qur'an-ı Kərim Şəms surəsinin 10-cu ayəsində Allah-u Teala buyurur ki, öz nəfsini günah tirkabı ilə tirkləndirən kəslə ziyana uğramışdır. İnsan öz nəfsini paklamasa nicat tapmayacaq. O, həsəd üzündən qarşısındakı insanın üstün olsa belə onu qəbul etməyəcək, haqqı gördüyü halda da haqqı qəbul etməyəcək, qarşısındakı insana ziyan vurmaq istəyəcək. Necə ki, Qur'an-ı Kərimdə oxuyuruq, Adəm əleyhissalamın oğlu Habil və Qabil. Qardaş qardaşı qətlə yetirdi. Niyə? Həsəd üzündən. Bir qardaş qurban kəsdi, onunki qəbul oldu. Qardaşın birinin qurbanı qəbul olmadı. Biz qurban kəsirik, onu qiyamət günündə bəlli olacaq ki, bizim hansı qurbanımız qəbuldur, hansı qəbul deyil. Amma Allah-u Teala onlara elə bir şans vermişdi ki, onlar qurban kəsdiyi anda mələk nazil oldu və dedi ki, hansınızın qurbanı qəbuldur, hansınızı qəbul deyil. Amma bizdə bu belə deyil bu günləri. Biz qiyamət günü biləcəyik ki, bizim qurbanımız qəbuldur, yoxsa yox. Qardaş qardaşın qurbanını kəsdikdən sonra qardaş üçün nazil olan mələyi gördü, gözü ilə haqqı gördü ki, Allah tərəfindən mələk nazil olub, qardaşının qurbanının qəbul olduğunu deyir. Bunu eşitdiyi halda, gözü ilə gördüyü halda neynədi? Haqqı qəbul etmədi, öz qardaşını qətlə yetirdi.